dəqiqə. Starex'ten siparişimi götürdüm. Sonra seməni aldım. İndi gedirəm Aliviye üçün xiyardı falan da belə tərəvəzlər almağa. Onları da alım, gedim evə. Çox sağ olun. Gəldim rahat marketə, dedim. O zaman digər produktlar da alım, dedim evə. Deməliyim, qaldı bir dənə mayonez almaq. Mayonez də götürüm, deməli. Tamam. Bundan götürüm. Nasıl balıcı olar? Yok. Bundan götürüm. Deməli, burada bir də şey var. Bir dənə bundan götürüm. Yumurta üçün. Ama geçir değil. Başka ne var? Bunu götürüm. Darlıqdan gəldim, deməli nə aldım? Bir dənə belə bir səmənim. 2 manata aldım, hazırdır və özümdə belə göbələklər falan da var. Ola bilsin ki, qırağını biraz belə açaram və göbələk falan da onları da qoyaram. Aliviye üçün xiyardır, sonra köktür, bunları aldım. Rahat marketdən. Əsas məsələ dolma üçün yarpaq. Sadəcə bu duzsuzdur. Bunu özüm suya qoyub qaynadacağam biraz ki, çox duzlu olmasın. Bir dənə yumurta üçün belə nədir bu? Bunu eləməyə, bunu da bugün eləyəcəm, cəldəcəm. Sonra yumurta götürdüm Aliviyeni hazırlamaq üçün. Mayonez, həmişə bundan alırım. Bizim sıfıra. Kalbasa. Halaldır bu arada. Bir də toyuqmuş. Mən nə bişirəcəm? Aliviye hazırlayacağım. Plov, bir də dolma, yarpaq dolması. Yəni çox bişirməyəcəm ki, çünki yoldaşım da işdə olur. Yəni biz onun hamısını yeyib qutara bilmərik. Həm də qonaqlarım falan da olmur deyənə. Ona görə yüngül bir şey eləyəcəm. Sonra şəkər bura sifariş etmişdim. Onu götürdüm. Bir də paxlava. Bir də yolda deməli Starex'dən, daha doğrusu Trend yoldan gələn sifarişimi götürdüm. Serumdur, daha doğrusu yağdır. Onu bir də başqa bir şeydə sifariş etmişim. O da gəlsin, ikisini də bir yerdə açacağım. Qoydum bunları bişməyə. İndi birazdan hazırlayacağım. Belə Novruza aid belə tərəka var. O vaxtları Coca-Cola'dan hədiyyə vermişdilər. İçinə biraz su döktüm və dedim səmənini belə yerləşdirim bura. Heç görsəmədi tərəka. Desən suyunu az tökmüşüm. Hə, azdır. Bir də üstündən əlavə eləyərəm. Məndə keçən ildən qalıbdı bu yumurtalar. Sadə belə yumurtalardır, şamlardır, göbələklərdir. Belə bir şamlar da var. Belə bir səməni var. Dedim, niyə atıram ki, qalsın. Sonra istifadə eləyərəm. Bunun qabı da olmalıdır var. Bunun belə qabı da var. Bunu istifadə eləyərəm də qəşəkdir. Bir də yeni pul vermərəm. Və burada göbələklər də var. Bunları da keçən il almışdım. Dedim, indi bir dənə səliqəyə salıb belə qəşək düzərəm buram. Bunu istəyirəm belə açım, belə qəşəng olsun. Gül kimi. Düşünün, belə qəşəng oldu. Quş da burada dursun belə. Bu da bizim səmənimiz. Qəşəng. Güzel oldu. Ve yumru taxtadan qab var. Ətrafına da şeker bura, paxlava, belə şeylər düzərəm da, qəşəng görsənər. Bir də şamları belə qoyaram, qəşəng yapışdıraram da belə şamın özü ilə və yandıraram. Pajar eləməsəm yaxşı olar bunlara görə, amma diqqətli olarıq. Belə bir şey düşünürəm eləyim. Aliviye də hazırdır. Böyle bir şey oldu. Sadece yadımdan çıxıb da qarıq almamışam. Onu birazdan düşüb gedib alacağım. Bunları mənim yoldaşıma işdə hədiyyə veriblər. İndi gətirdi. Azər çay mənim ən sevdiyim. Qarışıq çaydır belə, ətirli. Şəkər bura.
paxlava. Və burada nəsə hədiyyə var, amma bilmirəm nədir bu. Termosdur bu. Bildim. İsti saxlayan termos. Da yarpağın suyunu qoymuşam. İndi bunu qəşəng qaynadacağam. Sonra bu da dolmanın ətidir. Biraz seçdim çəkilərdən. Bunları isə buzdolabına qoyacağam. Yumuşam. Bir atım indi içində təmizləyərəm. Bir də nanə. Nanənin o qədər gözəl qoxusu var ki, çox qəşəng qoxusu var. Nanə, bir də keşniş. Dolmam bişdi. Burada ətim də bişibdi. Bu aşqara olacaqdı. Bunu indi qızardacağam. Bir də plov bişirəcəm. Əziz izləyicilərim, hər birinizin Novruz bayramınızı təbrik edirəm. Ailənizlə, sevdiklərinizlə birlikdə necə belə gözəl bayramlara çıxasınız inşallah. Buradan izləyicilərimə dərin təşəkkürümü bildirmək istəyirəm. Hər vloqumda mənə like edib yorum yazırsınız. Bir sözlə gözəlcə dəstək olursunuz. Hər biriniz çox sağ olun. Allah hər birinizdən razı olsun. Və təbii ki, analitikada baxıram. Bəs məni 74% takip etmədən izləyənlər də var. Sizdən çox xahiş edirəm, kanalıma abunə olun. Əgər həqiqətən də vloqlarımı bəyənirsinizsə, gözünüzə xoş gəlirsə, axıra qədər baxırsınızsa, o zaman takibə alın, elə baxın. Mənə dəstək olmaqla siz bir insana bu həyatda böyük bir yaxşılıq etmiş olarsınız. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm və təbii ki, bura qədər izlədiyinizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Gələn vloqda görüşənədək hələlik.